Deməli, gəldik 23. Verilmiş fikirlərdən biri yanlışdır. Hüceyrə divarına 3 aləmin nümayəndələrinin hüceyrələrində rast gəlinir. Bəli, bitki, bakteriya və göbələk. Bu doğrudur. Mitokondriya, bakteriya, göbələk və bitki heyvan hüceyrələrində rast gəlinir. Mitokondriya bakteriyada olmur. Bu yanlışdır. Cavab olacaq B bəndi. Vakola heyvan, göbələk, bitki hüceyrələrində rast gəlinir. Doğrudur. Bitsə də doğrudur. Aha. Nüvəyə bitki, heyvan və göbələk hüceyrələrində rast gəlinir. Bu da doğrudur. Bizə yanlış lazım idi. O da cavab B bəndi. Gəldik 24-ə. Mikroskop altında baxılan qanın ixtisaslaşmış hüceyrələri təsvir olunmuşdur. Ekran paylaşmışam da görürsüz yəqin ki. Buna əsasən yanlış fikri müəyyən edin. Birinci A-dakı trombositdir, B-dəki eritrositdir, C-dəki də leykositdir. B hüceyrəsinin tərkibində hemoqlobin olur. Bəli, olur. Yanlışı soruşur bizdən. Hər zaman belə suallarda yanlış deyirsə, doğru deyirsə, onun altını xətləyin ki, yaddaşınızda qalsın. C yad cisimciklərdən orqanizmi qoruyur. Bəli, leykositlər qoruyur. A qanın laxtalanmasına kömək edir. Bəli, kömək edir. A-nın ortası basıq olur. Yanlışdır, basıq olmur. Ribosoma aid xüsusiyyət deyil. Canlılardan yalnız heyvanlar aləmində rast gəlinir. Yanlışdır. Dərimi formalıdır, doğrudur. Zülal sintez edir, doğrudur. Böyük və kiçik hissə cavab olacaq A bəndi. Bunlar da nədir? Bunlar doğrudur. A variantı isə nədir? Yanlışdır. Cavab olur A. Deməli, ikinci sınağı da bitirdik. Ev tapşırığı kimi hər kəs 3 dənə sınaq götürmüşük. Üçüncünü də götürmüşük sizlə, yoxsa 2 sınaq demişik. Mən 3 sınaq deyirsən. 3 test. 3 test demişik. 3 dənə sınağın hamısını işləyibsiz. 3 dənə sınağın hamısını. Bəli. Deməli, bizim o üçüncü sınağımız ikinci bölməyə aid idi də, düzdür? Bəli. Bəli. İndi bir dənə mən qrupa PDF atıram. PDF atıram. Amin, mənə göndərdiyin PDF bölmə 2 tamdır da, eləmi? Müəllim, birindən başqa o da birincisi də bu PDF-in dalındadır. Gərək onu da əlavə eləyərdin, bir dəfənlik elə göndərərdik. Bəli. İstəsəz əlavə edib elə göndərərəm. Tamam, əlavə elə göndər də mənə. Deməli, uşaqlar, dərs sonunda mən sizə PDF göndərəcəm. Həmin PDF-də də 4 dənə sınaq var. Burada gördüyümüz üçüncü sınaq da ora daxildir. Həmin bu sınağı, bir də ondan sonraki 3 dənə sınaq olan hissəni gələn dərsimizə inşallah işləyirik. O da ikinci bölmənin sınaqlarıdır. Bunları yekunlaşdırırıq. İndi isə keçirik dərsimizin digər hissəsinə. Mən adını çəkdiyim şagirdlər kamera və mikrofonu açır, dərsimizdə iştirak edib suallara cavab verir. Mən tapşırıq kimi birinci bölmənin üçüncü bölmə axıra qədər vermişdim də, düzdür? Elədir uşaq. 3.7, 3.8, 3.9. Yəni hamısını vermişdim də evə, hamısını demişdim. Bəli. Bəli. 3.7-dən 3.9-a qədər. Tamam. Yaxşı. Birinci öz dərsimizi, bu ən son keçdiyimiz hissəni soruşuram. Aylin, səsini aç sadəcə. Kameranı açanda səndə problem olur dedin. Sadəcə səsini aç. Bəli. De görüm Aylin, qarın ayaqlılar sinfinin nümayəndələrinə hansılar aiddir? Mən qarın ayaqlar suda yaşayırlar. Hansı E, nümayəndə aiddir? İlbiz. Hansı nümayəndə? Bir iki dənə canlı de ki, həmin canlı qarın ayaqlılara aid olsun. İlbiz. İlbiz ümumi anlayışdır da. Mən sənə deyim, misallar deyim, sən denən aiddir deyil. Anadonta, Anadonta değil. tənə ilbizi, Aittir.
Çılpaq ilbiz. Aiddir. Yaxşı. İki taylıların nümayəndələrinə hansı aiddir? Media aiddir, deyil. Media aiddir. Aiddir. Yaxşı. De görüm, Anadonta nəyin vasitəsilə suyun dibində zəif şəkildə də olsa hərəkət edir? Çanağının Çanağının yox, ayağının. bir çanaqları e, xaricdən birləşir. O da ön və arxa ayaqları vasitəsilə. Tamam. Yaxşı, bağlaya bilərsən. Davam eləyirik. Qumraldan. Bəli, Qumral, Anadontanın, daha doğrusu molluskların, sən kamera bəli, ha, bəli. gördüm. Deməli, molluskların sürətli hərəkət edən nümayəndələrinə nəyi misal deyə bilərsən? İki taylılar. Nə? İki taylılar idi. İki taylılar yox. İki taylılar yox. Kalmar sürətli hərəkət edir. Kalmar da nəyə aiddir? Başı ayaqlılara. Yaxşı. Bəli. E, De görüm. Manti nədir? Manti. Qarın qarın quyruqların üst hissəsi, bədənin üst hissəsi. Yəni ümumiyyətlə hamısı üçün deyirik ki, mollusklarda bədəni xaricdən örtən manti nədir? Dəridir. Dəriyə nə deyirlər? Manti deyirlər. Başa Bəli. düşdünüz? Yaxşı. De görüm. Nautilus hansına aiddir? Nautilus. Deməli, baş ayaqlara, iki taylara, qarın ayaqlara. Baş ayaqlara. Tamam. Yaxşı. De görüm, baş ayaqlarda qolcuqların funksiyası nədir? Baş ayaqlarda qolcuqların funksiyası nədir? Nə etməliyim bilmirəm. Qidanın tutulmasında iştirak edir. Bəli. Oldu mu? Tamam. Bağlaya bilərsən. Davam eləyirik Ömərdən. Bəli. Ömər, molluskların çanağı hansı funksiyanı yerinə yetirir? Onun qorunmasında Əlverişsiz şəraitdən nə edir? səhət qorunması. Əla. Yaxşı. De görüm, qarnayaqlı molluskların bədəni neçə hissədən ibarətdir? Bədən, baş, elə qol və ayaq. Nə hansılardır desməliyim? Tələsmə, qulaq as mənə. Deyirəm ki, qarın ayaqlı molluskların bədəni neçə hissədən ibarətdir, hansılardır? Baş və ayaqdan. Qarnayaqlılarda hansı hissə var idi? Baş var idi, ayaq var idi, bir də gövdə var idi. Yəni 3 hissə var idi. Yaxşımı? Bəli. Yaxşı. De görüm, mən videoları atmışdım da, mollusk videolarını, eləmi? Bəli. Mollusk sözünün mənası latın dilində nə deməkdir? Yumşaq deməkdir. Əla. Yaxşı. De görüm, kalmar hansı sinfə aiddir? Kalmar, malyaska, Yox, sən mənə de görüm. Cavabları, variantları deyirəm. Kalmar qarın ayaqlılar sinfinə, iki taylılar sinfinə, bir də baş ayaqlılar sinfinə. Bunlardan hansına aiddir? taylılar sinfinə. Yox, kalmar baş ayaqlılar sinfinə aiddir. Oldu. Bəli. Yaxşı, Gülana kameranı açır, mikrofonu açır. Bəli. Gülana 8 ayaq hansına aiddir? Mən baş ayaqlıları. Yaxşı. Baş ayaqlarda hansı hissələr ayaqlara hansı hissələr bədən neçə hissədən ibarətdir, hansılardır? Mən baş, gövdə, bir də ayaq
Ayaqlardan yoxsa? Bədən, Yox, qolcuqlardan. bədən deyəcəyik ki, iki hissədən ibarətdir. Baş və gövdədən. Onlarda ayaq hissə yoxdur. Nəyə çevrilib? Qolcuğa çevrilib. Yaxşı. De görüm, çılpaq ilbiz hansı sinfə aiddir? Bədənin neçə hissədən ibarətdir? Çılpaq ilbiz dəqiqə. Mənim qarın ayaqlara aiddir. Qarın ayaqlara aiddir. Tamam, əla. Yaxşı. Deyə bilərikmi? Bəzi mollyuskların başı ya da ayağı olmur. Başı olmayan mollyusklar hansıdır? E, Mənim Titanlardır, baş ayaqlılardır, yoxsa qarın ayaqlılardır? Başı olmayan hansıdır? iki taylar, Yutaylılar. Tamam. Yaxşı, bəs ayağı olmayan hansıdır? baş ayaqlar. Əla. Tamam. Bağlaya bilərik. Bağlaya bilərik. Davam eləyirik. Nalandan. Bəli. Nalan, mollyuskların çanağı nədən təşkil olunub? Mollyuskların çanağı məsələn, mantik qatının ifraz etdiyi mayedir. Mayədən. Yəni o maddə hansıdır? Kirəc maddəsidir. Kirəc. Yaxşı. Evet. Yaxşı. De görüm, quruda yaşayan ilbizlərin əksəriyyətində çanaq hissə olur, olmur. E, Burada yaşayan ilbizlərin əksəriyyətində çanaq olmur. Bəli, olmur. Olur. Olmur. Bəli. Olmur. Qarın ayaqlıların bunu dəqiq bilmirsən, doğru dedin, amma diqqətli ol da. Qarın ayaqların əksəriyyəti suda yaşayır, yoxsa quruda? Qarın ayaqlarının əksəriyyəti suda yaşayır. Tamam, tamam. Bağlaya bilərik. Yusif, Yusif, kamera və mikrofonunu aç, Yusif. Əməl. Hə. Yusif, de görüm, hansı sinfin nümayəndələrində çanaq dərinin altında buynuz maddədən ibarətdir və lövhə şəklində qalıb? Mən iki taylı. Sənə video göndərilmişdi, baxıbsan videoya. Mən xeyr, məndə video yox idi. Niyə yoxdur? Qrupa atmamışam. Mən qrupda elə bir köhnə telefonum yox idi. Bu nömrədə elə bir ki, indi taxdım deyə düşmüşdü video. Bildim. İndi sən yox, sən indi köhnə nömrəni aktivləşdirdin. Mən bəli, indi buna qrupdan qoşmuşam bu nömrə ilə. Yox, İndi qoşunda da video düşməmişdi. yox, sən indi qrupda varsan da, sənin e-mailin var. O nömrə ilə qoşula bilərsən. Yaxşı, açıb baxa bilərsən. Mən Açılmır. istəyirdim. Məndə elə bir ki, sildim WhatsApp təzədən yükləmişəm deyə indiyə kim göndərdi bütün videolar silinibdi. Yoxdur yəni. Çox pis də, çox pis. Məsələn, dünən göndərdiniz də yoxdur. Hə. Olmaz uşaqlardan istəyirəm müəllim, mən atarlar. Hə, uşaqlar sənə hamısını atsınlar. Yaxşı. Mən həmin Baş ayaqlı mollyuskalara daha çox duzlu sövzələrində rast gəlinir, yoxsa şirin sövzələrində? Mən hər ikisində. Baş ayaqlılara daha çox harda rast gəlinir? Duzlu yoxsa şirin? Baş ayaqlı Şirin. daha çox duzlu sövzələrində rast. Sən dərsə qoşulmamışdın elə bundan əvvəlki dərs. Bilmirəm, səhv eləməmişəm yox. Yox, qoşulmamışdım. Tamam. Sən bu dərsin videosuna bax, dərsini oxu, səndən növbəti dərs soruşacağam. Səlim, kamera və mikrofonu aç. Bəli, müəllim. De görüm, hansı mollyuskların çanağı iki dənə taycıqdan ibarətdir? İki taylılar. İki taylıların bədəni neçə hissədən ibarətdir, hansılardır? Mən
İki, baş və gövdə. Yox, baş yox, gövdə və ayaq. Gövdə və ayaq. Tamam. Yaxşı. E, Başayaqlar sinfinə aid olan hansı canlıda yalnız xarici çanaq var? Mənim Nitilius elə bir şeydir. Nautilus. Tamam. Hı -hı. Sonra keçirik növbəti suala. E, De görüm, molluskun çanağı nəyə xidmət edir? Ə, Mənim ətraf mühitdən qoruyur da. Əlverişsiz təsirlərindən qoruyur. Tamam. Yaxşı. E, De görüm, mollusklar tipinin neçə sinfi var, hansılardır? Mənim üçdür. Qarnayaqlılar, iki taylılar, bir də baş ayaqlılar. Əla, bağlaya bilərsən. Zəhra, kamera və mikrofonu açırsan. Müəllimə yatağındayım, internetim zəifdir. Kameram açmasam olar. Olar. Yaxşı. E, Qədimdə yaşayan insanlar əsasən mirvarini nəyin içərisindən tapırdılar? Hə? Bilmirəm müəllim. İndi baxın uşaqlar, mən sizə bir dənə video göstərəcəm. Hər kəs bir dənə buna baxsın, çox maraqlıdır. Gözləyim bir dəqiqə. Mən PDF-i düzəldib atdım sizə bütün. İndi bax uşaqlar, göstərirəm. Bu gördüyümüz mirvari ilbizidir, onun içindən mirvari çıxacaq. Təkrar bir dəfə də baxın. Gördünüz uşaqlar, mirvari ilbizin içərisindən elə çoxlu şəkildə dediyimiz hissələr çıxır. Siz YouTube-da yazsaz mirvari ilbizindən mirvarinin çıxarılması, onda da görəcəksiniz. Yaxşı. Davam edirik. Aysudan. Aysu. Mən PDF-i hazırladım, atdım sizə. Tamam, təşəkkürlər. Bəli, müəllim. Aysuda görün, mollusklar tipinin neçə sinfi var, hansılardır? Müəllim, nə tipinin Molluskların neçə sinfi var, hansılardır? mənim 3 sinfi var. Mənim qarnayaqlılar, iki taylılar, bir də baş ayaqlılar. Əla. Yaxşı. De görüm, bunlardan qarnayaqların bədəni neçə hissədən ibarətdir? Mənim qarnayaqlar bədəni mənim 3 baş, gövdə bir də ayaq. Əla. Yaxşı, de görüm, anadonta hansı sinfə aiddir? Mənim anadonta, Hı. anadonta iki taylı. Əla, bağlaya bilərsən. Özcan. Özcan, kamera və mikrofonla.
Özcan de görüm. E, Anadonta bədəni neçə hissədən ibarətdir? Hansılardır? Mənim 2 hissədən Aha, hansılardır? gövdə bir də ayaq. Hansılardır? Gövdə ayaq. Gövdə, ayaq. Əla. Yaxşı. Başayaqlı mollyuskaların içərisində əksəriyyətində deyirik çanaq yoxdur. Çanağı olan başayaqlı mollyuska hansıdır? Çanağı olan Nautilus. Əla. Yaxşı. De görüm, başayaqlılar sinfinin nümayəndələrinin əksəriyyəti suda yaşayır, quruda. Suda. Suda. Bəs quruda yaşayanların da çanaq olur, olmur? Əksəriyyətində olmur. Əla. Bağlaya bilərsən. Nurlan. Müəllim, Bəli. məndə Zoom xəta verdi. Çıxıb girsəm olar. Hə, olar. Hə. Şey, Nurlan, kameranı aç. Hə. Hə. Nurlan, de görüm. Malüs sözünün mənası nədir? Malyusk yumşaq deməkdir, Allah'ım. Yaxşı. Böyük ilbiz deyək də, kiçik göl ilbizi və anadonta. Bunlardan səncə hansında hiss orqanları olar, olmaz? Hansında olar, hansında olmaz? Bizim hiss orqanlarımızın əksəriyyəti harda yerləşir? Bizim hiss orqanımız nədir? Gözümüz, burnumuz, qulağımız, ağzımız, dilimiz. Yəni anadontada olmaz da, amma Olmaz. hər Əla, şeydə olur. əla. Yaxşı. De görüm, anadontanın çanaqları açıq qalır, yoxsa bağlayan nəsə var? Xaricdən bağ vasitəsilə birləşir də. Əla, əla. Yaxşı. De görüm, manti nədir? Manti dəri qatı. Dəri qatı. Bədənin üzərini örtən dəri. Tamam. Bağlaya bilərsən. Bağlaya bilərsən. Deməli, kim qaldı? Məncə hər kəsdən soruşduq. Qalan yoxdur da, elə deyil uşaqlar. Yaxşı. İndi mən sizə keçən dərsimizdə təkrar da vermişdim. Keçirik təkrara. Təkrar deməli vermişdim sizə. 3.7, 3.8, 3.9. Hə, yəni meyvə toxumların yayılması. Yaxşı. Başlayaq. Ömər sənlə. Göyrüş bitkisinin toxumları və meyvələri nəyin vasitəsindən yayılır? Göyrüş. Tükçüklərlə. Yox. Tükçük onun hissəsidir. Birincisi görüşdə tükçük Hə, olmur. o küləklə. Küləklə, düzdür. Yaxşı, de görüm, bəs ağcaqayın necə? Ağcaqayın. O da küləklə yayılır. Tamam. Bağlaya bilərsən. Nalan. Nalan. Meşə gilasının Bəli. meyvələri nəyin vasitəsindən yayılır? Heyvanlar vasitəsi. Yaxşı. Bəs at pıtrağının? At pıtrağı, o da heyvanlar vasitəsilə yayılır. Yaxşı. İkisi də heyvan vasitəsindən yayılır. Biri necə, o birisi necə yayılır? Onu izah elə. Mən meşə gilasını, elə bir heyvanlar o meyvəni yeyir. Onun toxumu həzm olunmadığı üçün ifrazat prosesi vasitəsilə yayılır. At pıtrağında da at pıtrağın qarmaqçıqları olur. Qarmaqçıqlar da heyvanın tükünə yapışır, ilişir daha doğrusu və elə yayılır. Bəli. Tamam. Bağlaya bilərsən. Davam eləyirik Gülanadan. Gülana, şanagüllə bitkisinin toxumları nəyin vasitəsindən yayılır? Mənim su. Suda yaşayan bitkidir, quruda. Mənim suda.
Bəs kokos palması necə yayılır? Mənim o da su ilə yayılır. Suda yaşayan bitki, su kənarında. Su kənarında. Tamam. Bağlaya bilərsən. Davam eləyirik. Zəhradan. Bəli. Zəhra, söyüd bitkisinin meyvə toxumları nəyin vasitəsilə yayılır? Küləklə müəllim. Əla. Söyüdün tükcükləri olur, yoxsa uçağanları? Tükləri. Əla. Yaxşı bağlaya bilərsən. Açır Aylin. Bəli. Aylin, çiyələk bitkisi nəyin vasitəsindən çoxalır? Bığcıqlarını. Bığcıqlarından. Əla. Bəs kartofu nəyin vasitəsindən çoxaldırlar? Gövdə yumrusu. Gövdə yumruları ilə. Bəs inci çiçəyi? İnci çiçəyi Aha. yox, köküm soğuk. Köküm soğla. Bəli. Bağlaya bilərsən. Yusif. Bənövşə bitkisi nəyin vasitəsindən çoxaldılır? Bənövşə bitkisi vasitəsilə nədir? Küləklə. Bənövşə bitkisi nəyin vasitəsindən çoxaldılır? Nəfəs. Bəli. Yarpağının vasitəsindən çoxalır da, yarpağını əkirik, çoxalır. Yaxşı. Gövdə çiliklərinlə hansı bitkini çoxaldırlar? Gövdə çili ilə mən qarağat. Qarağat ola bilər, bəli. Yaxşı. Soğanaqlı bitkilər nəyin vasitəsindən çoxaldırlar? Mən soğan vasitəsilə, yəni soğanaqlar vasitəsilə. Yaxşı. De görüm. Hansı calaq növündə gövdənin üzərində T şəklində kəsik aparılır? Müəllim şeydir, göz alağı. Əla, bağlaya bilərsən. Səlim, sən açırsan. Bəli, müəllim. Səlim, bitkilərin həyat dövrü deyəndə nə başa düşürük? Mən bitkilərin həyat dövrü, yəni ki, elə bir toxumdan bitkinin yaratdığı toxuma qədər olan bütün ardıcıllıq da. Bəli, toxumdan toxuma olan. Bəli. Yaxşı. De görüm, yosunun sporundan ilk inkişaf eləyən cücərti necə adlanır? Mən sporangi, yox, protal da. Yosun Yox, yosunda protal olmur. istəyirəm. Mən sporangidir də. Yosun yox, üzr istəyirəm. Mamırın sporundan ilk inkişaf eləyən cücərti. Hə, mamırlarda mən protonema. Əla, əla. Yaxşı. De görüm, hansı calaq növündə calaqaltı və calaqüstünün eyni yoğunluqda olması vacib şərtdir? Mən nətər? Hansı calaq növündə calaqüstü və calaqaltının eyni yoğunluqda olması şərtdir? Sadə calaqda, yarıma Mən calaq. sadə. Əla. Kamera və mikrofon bağla. Amin. De görüm. Nərgiz bitkisini hansı üsulla çoxaldırlar? Müəllim soğanaqla. Əla. Bəs yaxşı. De görüm. Paxla meyvəli bitkilər necə çoxalır? Toxumlarını necə yayır? Öz-özünə. 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 Əla. Paxladı, boynuzlu, bir də itxiyarı. Paxladır, buynuzdur, bir də qutucuq meyvəlidir də, düzdür? Bəli. Yaxşı. De görüm, pişikdili bitkisi toxumlarını necə yayır? Onlar heyvanlar elə heyvanın tükürüklərinə yapışdırırlar da. Bəli. Əla.
Yaxşı, sincaplar necə olur ki, sincaplar necə olur ki, toxumların yayılmasında iştirak edir? Elə bil onlar elə bil toxumları elə bil aparanda 10%-ni deyəsən unudurdular. Onunla da çoxalırdı. Tamam. Mən kimdən soruşmadım bu hissəni? Zəhra soruşdum səndən. Məndən soruşma. Nurlan səndən elə. Hə. Nurlan de görüm. Qızılağac bitkisi toxumlarını nəyin vasitəsindən yayır? Lağat su vasitəsilə. Su vasitəsilə. Suda yaşayır, su sahilində. Su sahilində. Su sahilində. Əla. Yaxşı. Ee, de görüm. Hansı bitkinin yetişmiş toxumları suya düşür və səthində üzərək su hövzəsinin hər yerinə yayılır. Müəyyən müddətdən sonra ağırlaşaraq suyun dərin qatlarına düşür və orada düzələrək yetkin bitkiyə çevrilir. Mən şanagüllə. Çanagüllə. Əla. Və sonuncu sualımız. Kartof bitkisini gövdə yumrusundan çoxaltdığımız zaman gövdə yumrusundan çıxan ilk kök növü hansı kök növüdür? Əlavə. Əlavə. Tamam, bağlaya bilərsən. Ya evə nə verdiniz yazın. Evə qrupa atacağım səs. Deməli uşaqlar, biz bundan əvvəlki dərsimizdə hissə-hissə verdik, bunları təkrarladıq, öyrəndik. Və inşallah ki, gələn həftədən artıq yenə başdan təkrara başlayacağıq və sınaqlarımızla yanaşı. Ayın sonuna qədər vaxtımız var. Bu gün artıq fevral ayının 6-sıdır. Ona görə əlimizdən gələn nə varsa hamısını eləməyimiz lazımdır. Yəni burada çox bəyəndiyim, həqiqi mənada deyirəm, ciddi şəkildə irəliləyiş gördüyüm şagirdlər var ki, həqiqi mənada hiss eləyirəm ki, əvvəlki məsuliyyətsizliklərini unudublar, ciddi şəkildə çalışırlar. Yəni əlimizdən nə gəlirsə, artığını eləyək ki, inşallah birinci mərhələni əla bir şəkildə keçək. Biri var, zəif bir şəkildə bal toplayasınız və düşünəsiz ki, İnşallah ki, ballar enər, biz keçərik. Yəni elə bir fərq atmalısınız ki, yəni keçməmə ehtimalınız olmasın. Çünki məsələn deyirəm, tutaq ki, sizin içinizdən kimsə Allah eləməsin də zəif toplasa, bilmir ki, ikinciyə keçəcək, keçməyəcək. Artıq bilmir ikinciyə hazırlaşsın, yoxsa yox. Biri də var ki, bir adam əla nəticə toplayıbdır. Yəni 99% bilir ki, keçməlidir, keçir. Onda artıq ikinciyə ürəklə hazırlaşıb ikincini də keçəcək. Bu mövzuda mənim sizə eləyə biləcəyim nə varsa hamısını var gücümlə əlimdən gələni eləyəcəm inşallah. Siz də mənə köməyiniz olar ki, mən sizə tapşırıq verdiyim zaman mütləq tapşırığı e, belə deyim də əksiksiz eləmək lazımdır ki, həmin o bizim qazanmaq istədiyimiz effekti qazana bilək. Anlaşıldı? İnşallah hər biriniz uğur qazanarsınız. Bizi də, valideynlərinizi də ən birinci özünüzdə sevindirərsiniz. Özünüzə yaxşı baxın. Gecəniz xeyrə. Mən tapşırıqları qrupa səslə göndərəcəm. Nəyi necə eləmək lazımdır. Gələn həftə görüşmək ümidinlə gecəniz xeyrə. Sağ olun. Videolarda göndər. Sağ olun. Sağ olun. Sağ olun müəllim. Sağ olun Sağ müəllim. olun. Sağ olun. Ne kadar vaxt qalıb? 2 dəqiqə. Sualım var, versəm olar? Ver, hə, niyə vermirsən? Yəni köküm soğuğa çoxalmada o altlarında olan onların protaldır. Yo, yo. Protonemadır. Köküm soğuk. Köküm nədə onu da görüm. Məsələn, inci çiçəyin altında Yo, bir yo. dənədir. Yo, inci çiçəyində qətiyyən protenema ola bilməz. Protenema yalnız mamurda olur. Protal da yalnız qıcıda olur. Ha, o
oxuyurlar deyə soruşdum. Yo yo. Başka? Heç nə yoxdur başqa. Tamam. Oldu. Gecən xeyrə görüşərik inşallah. Sağ ol.